Mən Vüsal Kərimov, 17 yaşım var, Neftçi PVK komandasının kapitanı. Futbola həvəsim uşaq vaxtından həvəsim var idi. Yəni yalan deməyim, 3 yaşımdan 4 yaşıma gördüm ki, yəni futbola həvəsim var. Elə 3-4 yaşımda düşürdüm, məhəllədə oynayırdım. Xoşum gəldi futbola, həvəsim çox idi. Sonra elə 4 yaşımda mənə elan gəldi. Getdim Şəfa, İslam Kərimov, İslam müəllim çağırdı. Getdim Şəfaya, orada məşq elədim, mən orada seçdi, bəyəndi. Belə futbola yəni həvəsim uşaq vaxtından var. 3 yaşından, 4 yaşından həqiqətən futbola həvəsi olub. Hətta belə bir onun körpəlik vaxtı şəkli də var topla. Yəni uşağın əlinə top verəndə yəni sevinirdi, gülürdü, üzü gülürdü. Əslində o vaxtdan bəri hiss elədik ki, bu uşaq gələcəyin futbolçusudur, olacaq da inşallah. Heç yadımdan çıxmaz. Əslində düzdür, valideyn anam deyirdi. Vüsal uşaq vaxtı futbol həyətdə oynayarkən İslam müəllim yaxınlaşıb, ona kağız verib ki, yəni dəvət kimi. Bizə yaxınlaşdı. Biz əslində ilk başda çox sevindik. Dedik, əla, çox super. Apardıq, elə o uşaqların içindən yavaş-yavaş inkişaf eləyə bu vaxta gəlib çıxdı. Azlaşdı, olanda xatirəm 2016-cı ildə final oyunu var idi, Vətənlə oynayırdıq. Şot 1-1 idi, onda İslam müəllim idi baş məşqçimiz. Mən 2007-lərdə oynayırdım. Oyunun qurtarmağına 1 dəqiqə qalmış, şot 1-1 idi. Mən vurdum, 2 vurutduq, onda da çempion olduq. O 10 liqası idi. Yəni uşaq vaxtı ən yadda qalan xatirəm bu idi. Yəni bütün hamı orada sevincək. Biz keçən il 2007 yaş qrupu ilə işləyirdik. 2 il idi də, belə deyək, 16-dan 17-yə qədər Samir müəllim Zərgərovda köməkçim olaraq. Amma 15 liqasında Eldəniz müəllim idi, hansı ki 16 liqası deyək, belə deyək. Vüsalı o dönəmdən, o 2 il müddətində tək Vüsal yox, digər uşaqlar da var idi ki, Elvin Əliyev, Nicat Məhərrəmov, Elnur, Elşan Atakişev, Kamil, çox idi, yəni 5-6 nəfər stabil olaraq böyük yaş qrupuna 2007-yə məşqlərə də gəldilər, ara sıra oyunlara da çıxırdılar. Dönəm-dönəm o şəraiti, məsəl üçün, Eldəniz müəllim sağ olsun yaratmışdı. Uşaqları həm də belə deyək də, böyük yaş qruplarına oynamaqda məqsəd o idi ki, milli komandaya rahat düşə bilsinlər, onlar üçün plusdur. Vüsal o dönəmdən 2 il idi ki, Eldəniz müəllim yaş qrup baş məşqçi olan müddətdən nəzarətimizdə idi, necə olmuş uşaqlar Vüsalda olanın içində. Bu ildən isə artıq 17 liqadan yenə də sağ olsun rəhbərlik etimad göstərdi, bizə verdilər. Keçən il çempion komandanı, birisi yəni, komanda çempion komandadır. Məqsədimiz də bu il ancaq keçən ilki uğuru təkrarlamaqdır. Bunlardan da elə belə keçən ilki pay sahiblərindən biri də Vüsaldır. Keçən mövsümdə xatirələrim yəni çox idi. Yəni onda da çox həvəsimiz var idi çempion olmaq üçün bu ilki kimi. Keçən ildə məqsədimiz yəni çempion olmaq idi və əlimizdən gələni elədik və keçən ildə çempion olduq. Çətin oldu, amma yenə də biz bunu bacardıq. Neftçi olaraq, bir ailə olaraq bunu bacardıq. Potensial olaraq akademiyada ümumiyyətlə bir hədəf var. Rəhbərlik Camal müəllim olsun, digər Sənan müəllimgil olsun, İnşad müəllimgil olsun. Hədəf odur ki, qısa bir müddətdə milli komanda ilə yanaşı əvəzedicimizə oyunçu verək və oradan da digər müəllimlərin sayəsində əsas komandaya gedib düşə bilsinlər. Bu uğurda gedən yolda, məsəl üçün, var örnəklər uşaqlarımız ki, yəni Murad olsun, Ağadaşı olsun, son oyunda çıxan oyunçumuz olsun. Vüsal da onlardan biridir ki, qısa bir müddətdə Türkiyədə bu son toplanışda da belə deyək, komandamızın kapitanı olaraq ümidliyik ki, bəlkə də gələn ilin elə başlanğıcından yeni sezondan. Əvəzedici deməzdim, komandaya belə baxsalar, şans versələr, hansı ki, belə deyək də, məncə oynaya bilər potensialı var da, yəni. Mən belə Rıza Cəfərova demək istəyərəm. Rıza Cəfərov, mən U14 liqasında oynayırdım. Rıza Cəfərov da Neftçi 2 komandasında oynayırdı. Və onda Rıza Cəfərov zameni idi və
Rıza Cəfərov yəni bilinmirdi, yəni bu vişiyə çıxacaq. Orada yəni sonradan 2 il sonra mən gördüm ki, Rıza Vışıda debüt eləyir və bu məni çox belə heyran buraxdı mənə Rıza Cəfərova. Yəni onun istəyi, məqsədi, arzusu onu gətirdi, Vışı liqaya çıxartdı, belə deyim. Mən özüm də Neftçi əslində azarkeşiyəm Azərbaycan liqasında. Neftçi uduzanda ya udanda hər zaman yəni ümidli oluram ki, hər şey yaxşı olacaq. Yenə dediyim kimi Vüsalı həqiqətən A komandasında görmək istəyirəm. Bildiyiniz qədərilə Vüsalın belə deyək də valideynlərdən biri anası var, atası bildiyim qədərilə dünyasını dəyişib. Qardaşıdır, qardaşı da vaxt aşırı işləyir, ailəsi belə deyək də saxlayırlar. Çətin dolanışları, o maddi tərəfdən sıxıntıları var. Biz də əlimizdən gələn köməkliyi eləyirik, rəhbərlik tərəfindən də sağ olsunlar, yəni yanındayıq. Belə deyək də anası, valideyni çox gəlib gedə bilmir. Yəni bildiyim qədərilə də, yəni yataq xəstəsində rayonda olur. Bu yayın başlanğıcı idi. Biz hətta bir 2 həftəlik onu izin vermişdim ki, buraxmışdım ki, getsin, evə getməmişdi, nə qədər uzun müddət idi. Getsin, yanımda olsun, nə lazımdır, köməklik eləyək deyə. Bu şeydə biraz hiss edirəm ki, sıxıntısı çox böyükdür. Biz də yanımda olmağa çalışırıq, özünə demişik, yəni baş məşqçi olaraq da lap köməkçimizə nə lazımdır, rəhbərlik də sağ olsun. Hər cür dəstəyi verməyə hazırdır, yəni bu şeyi var. Vüsal həqiqətən çox çətinliklər görüb, yəni qırılma nöqtələri də hətta olub, amma heç həvəsdən düşməyib. Biz bir ailə olaraq onun həmişə arxasında durmuşuq, yəni həmişə dəstək olmuşuq. Heç yadımdan çıxmaz, bir ara zəifləmişdi, hətta Zamiyə kimi gedə bilərdi. Onun üstündə yəni çox çalışdıq, hətta özü çox çalışdı. Hətta bir arzusu var idi ki, yəni Vüsal özü qeyd eləmişdi ki, millidə 15 liqasından sonra gedib. Yəni bir ara seçilmişdi, o 11 liqasında, desən 11 liqası, 12 liqasında seçilmişdi. Ondan sonra dəvət almamışdı milliyə. Amma o özünə söz verdi. Yəni biz də onun arxasında durduq. Çalışdı, axır ki, yəni istədiyinə nail oldu. Yəni bu çətinliklərdən keçib inşallah ki, düzdür, bu yol çətindir. Çətin olaraq da davam eləyəcək. Amma bu uşaq mən bilirəm ki, futbolçunda olub. Ən birinci qidava fikir verməlisən, yəni rejimə fikir verməlisən. Yəni bu təkcə bu şeyə çıxmaq üçün yox, sadəcə futbolçu olmaq üçün də bu şeyləri eləmək önəmlidir. Öz üzərinə çoxlu çalışmalısan, məqsədin, arzun olmalıdır. Yəni məqsədsiz insan məncə irəli gedə bilməz, belə deyim. Məqsəd olduqca, arzu olduqca inşallah da ki, bu şeyə çıxa bilərsən, futbolçu ola bilərsən. Belə deyək də, yolun başlanğıcındadır. Ümid edirik ki, Allahın izni ilə istədiyi nə arzu niyyəti varsa, necə digər futbolçularımız, eləcə də Vüsal, Allahın izni ilə qısa bir zamanda A komanda debüt eləməyini görərik, milli komandada debüt eləməyini görərik. Bizim üçün uğuru ola bilər. Eləcə də akademiyamızın məşqçiləri hamısı həqiqətən bu 8-dən başlamış, əvəzedəcəyimizə qədər A komanda, hamının əziyyəti var orada. Deyərdim ki, Vüsalı orada görmək bizim üçün uğur ola bilərdi. Bunun üçün də dua edirik. Əlimizdən gələn deyilik ki, nəinki tək Vüsal yox, digər uşaqlarımızdakı orada ən azından nə qədər çox olsa bizim uğurumuzdur, bu da bizim işimizdir yəni. Hər bir futbolçunun, hər bir ailənin arzuları da odur ki, həqiqətən titullu komandalardan biri olsun. Real Madrid məsəl üçün həqiqətən, çünki bu onun hədəfidir, Real Madriddir. Hətta Türkiyənin öz liqasında məsələn mən Fənərbağçəliyəm, istəyirəm Fənərbağçədə oynasın. Amma Neftçinin A komandasına yüksəlməyə çox arzulayarıq. Yəni ən birinci mərhələ odur. Neftçi ailəsi ilə bağlı Neftçini çox sevirəm. Yəni sağ olsunlar, bizə çox belə deyim, diqqət eləyirlər. Belə Neftçi bir sevgi var o da Neftçi. Belə ötürmə müdafiənin gerisinə yaxşı anlar Vüsal Kərimov! Gol! Hesab açılır, kapitan fərqlənir.
gedir. Oyuncularımız indi Nicat topu götürdü. Məhrəmov qapıcı daha bir zərbə Vüsal. Kərimov 3-0. Təzyiq etdi, aldıq topu. Nicatın zərbəsindən sonra qapıcı dəqiq oynasa da Vüsal dubl edir.